Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Hafiz İsmailbəyli çıxışında ölkədə həyata keçirilən rəqəmsal transformasiya prosesinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, audit sahəsində rəqəmsal yanaşmaların genişləndirilməsi, şəffaflığın artırılması və hesabatlılığın gücləndirilməsi baxımından xüsusi önəm daşıyır. Hesablama Palatasının aparat rəhbəri Tamerlan Yusifzadə dövlət auditinin rəqəmsallaşdırılması istiqamətində yaradılan informasiya sistemi barədə ətraflı məlumat verib. Bildirilib ki, yeni sistem qanunvericilik ilə müəyyən edilən hesabatların və məlumatların elektron mübadiləsini, avtomatlaşdırılmış emalını, eləcə də verilənlərin analitik təhlilini təmin etməklə kənar dövlət maliyyə nəzarətinin səmərəliliyini artıracaq. Həmçinin sistemin büdcə prosesində iştirakdan irəli gələn fəaliyyətlərin daha çevik və effektiv təşkilinə xidmət edəcəyi də diqqətə çatdırılıb. Tədbir zamanı edilən təqdimatda informasiya sisteminin funksional imkanları, elektron məlumat mübadiləsi mexanizmləri, istifadəçi kabinetləri, məlumatların təqdim olunması və emalı prosesləri, həmçinin auditdə analitik alətlərin tətbiqi imkanları barədə məlumat verilib. Ümumiyyətlə hesabatın daxil edilməsi texnik olaraq 2 mərhələli meyil vasitəsilə təmin edilir. Birinci əməliyyatda istifadəçilər ilkin məlumatları daxil edirlər. Sonda iştirakçıların sualları cavablandırılıb, rəqəmsal sistemin tətbiqi və gələcək istifadəsi ilə bağlı fikir mübadiləsi aparılıb. Samiq Nuriyev, Namiq Abbasov, NTV Xəbər.